Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina Muhammedun. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ecma'in ilal-an ila qiyam yevmiddin. Rabbi şrah li sadri ve yessir li amri vahlul uqdeten min lisani yefkahu kavli. Mübarek Ramazan ayıdır. Ayların içində ən fəzilətli ay Ramazan ayıdır. Bu ayda dualar müstəcab olur, günahlar bağışlanılır. Allah Teala bizi bu ayın rəhmətindən, bərəkətindən, məğfirətindən məhrum eləməsin. Amin. Bir dua vardır, Əbu Həmzə Sumali adı ilə məşhurdur. Əbu Həmzə Sumali İmam Zeynul Abidinin tələbəsidir. İmam Zeynul Abidinin sahabəsidir. Əbu Həmzə deyir ki, İmam gecələr Allaha ibadət edərdi, səhərə yaxında bu duanı oxuyardı. İmam Zeynul Abidin. Bilirsiniz də, İmam Zeynul Abidin Kərbaladan sonra nəzarət altında olduğu üçün dualarla öz fikrini cəmaata çatdırırdı. Əhl-i marifini dua vasitəsilə çatdırırdı. Dua belə başlayır. İlahi, la tu'addibni bi'uqubətik. Allahım, məni cəzalandırmaqla ədəbləndirmə. Allah insanı bir neçə vasitə ilə ədəbləndirə bilər, başa sala bilər. Rivayətdə gəlib ki, yuxu ilə Allah Teala insanı ədəbləndirə bilər, hidayət edə bilər. Yuxuda bir şey görər, Allah onu vasitə edər, onu hidayət edər. Quranda ayə vardır, Ləhumul buşra fil həyatid dünya və fil axirə. Əla inna avliya Allah la xafun aleyhim və lahum yəhsənun. Allahın övliyaları üçün, dostları üçün dünyada qəm, qüssə və həmçinin axirətdə yoxdur. Nə xavf var onlar üçün, qorxu vardır, nə də qəm, qüssə, hüzün. Sonra deyir, ləhumul buşra fil həyatid dünya fil axirə. Onlar üçün həm dünyada, həm də axirətdə bəşarətlər vardır. Sahabələr Peyğəmbərə dedilər ki, dünyadakı bəşarət bizim üçün sual yaradır. Ahirətdəki bəşarəti bilirik, orada cənnət vardır, orada cənnətin naz neymətləri vardır. Dünyada bəşarət nədən ibarətdir? Dünyadakı müjdə nədən ibarətdir? Peyğəmbər buyurdu, gördüyünüz yuxular. Əlbəttə, hər yuxu yox. Bəzi yuxular vardır, insana müjdə verir. Həzrəti Yusuf Peyğəmbər yuxuda gördü ki, İnni rəaytu əhədə əşərə kəvkəbən və şəmsə və qəmərə rəaytum li sakikin. 11 ulduz, ay günəşi gördüm ki, mənə səhv edirlər. Qalə ya buna gələ təqsir rəayət ələ əxvətiklə həyəkilə kəkeylə. Həzrəti Yaqub dedi ki, yuxunu qardaşlarına danışma. Sənin əleyhlə tədbir tükərlər. Bu yuxulardandır. Ya Həzrəti İbrahim gördü ki, Həzrəti İsmailin başını kəsir. Bu yuxulardan. Peyğəmbərdən soruşdular ki, biz hardan bilək yuxumuz düzdür? Hardan bizim yuxumuz düz ola bilər? Necə edək ki, yuxumuz düz olsun? Peyğəmbər buyurdu, əstəqukum hədisən, əhdəsukum rəyə. Hər kəsin həyatda davranışığı, danışığı düz olarsa, onun yuxuları da düz olar. Kim düz danışarsa, rəftarı düz olarsa, yuxuları da düz olar. Əgər həyatında yalancısansa, həyat tərzin elədir ki, onu buna aldadırsan, günah eləyirsən, yuxuların da pərişan olar, yuxuların da çin olmaz, yalan olur. Amma həyatında düzsənsə, Peyğəmbərlər başdan ayağa düzdülər, məsumdular, gördükləri yuxularda
cin olur. Onlar yuxu kimi ona baxmırlar, həqiqət kimi baxırlar. Əstəqukum hədisən, əstəqukum rəviyyən. Hədis belədir. Sizin düz danışanınızın yuxusu da düz olar. Ən düz danışanınızın da yuxusu daha düz olar. Demək, düz olmalıdır ki, həyatda düz yaşamalıyız ki, yuxularımız da düz olsun. Bir vasitə yuxudur. Allah yuxu vasitəsilə insanı hidayət edər. Başqa vasitələr də vardır. İlham edir insanın qəlbinə. Qəlbinə ilham olar da görürsən o səmtə yönələr. Allah hissiyyatlarla insanları idarə edir. İndi hissiyatın mənşəyi çox mühümdür. Hissiyat nədən qaynaqlanır? Əgər sənin hissiyatın o daxildəki hisslərin yaxşı əməlindən qaynaqlanırsa, yaxşı əməlin enerjisi var, sənə təsiri var. Oradan qaynaqlanırsa, təbii olaraq sən yaxşı fikirləşərsən, səndə yaxşı hisslər oyanar. Səndə Quran oxumaq hissi oyanar, yaxşılıq eləmək hissi oyanar, dərs oxumaq hissi oyanar. Xoşbinlik hissi oyanar, bədbin olmazsa. Yox, əgər o enerji mənfidən ibarətdirsə, günahdan ibarətdirsə, əlbəttə pis hisslər oyanar. Günah etməyə meyilli olarsan, məsələ gəlməməyə meyilli olarsan, yaxşı enerji olarsa, məsələ gəlməyə meyilli olarsan, Quran oxumağa meyilli olarsan. Quran bunu təsdiqləyir. Quran buyurur, İnnəl-ləzīnə qalu Rabbunallah sümmə istəqamu. Allah deyib, istiqamət göstərənlərə tətənəzzələ aleyhimul mələkə. Mələklər nazır olur. Əllə təxafu və lə təhsənu. Qorxmayın, kədərlənməyin. Mələklər deyir. Mələk hər qəlbə nazil olmaz. Əgər burada zibil varsa, üçüncüdə zibil varsa, bir tərəfdə də gül çiçək varsa, bağ-bostandırsa, bağ-bağatdırsa, bal arısı gəlib o gül çiçəyə qonar. Sən həşəratları da bıraxsın, gəlib yığışarlar bu zibilin başına. Niyə onlar yerini dəyişmirlər? Niyə gül çiçəyin üstünə bal arısı gedir? Çünki sinfiyyət vardır, uzlaşma vardır. Onun təbiəti onu istəyir, bunu da təbiəti onu axtarır. Əgər sənin qəlbində günah zirzibilləri varsa, xəyanət, cinayət zirzibilləri varsa, ora şeytan gəlib gedər. Şeytanın yeri oradır. Yoxsa əgər sənin qəlbində o gül çiçəklər varsa, mələk gələr, ora gəlir. O da deyər ki, Əllə təxafu və lə təhsənu qədər. Qəm-qüssəli olma, kədərlənmə, qorxma, Allah səninlədir. Allah Quranda buyurur, mələkləri deyir ki, siz gedin möminlərə ürəkdirək verin, möminləri sabit qədəm edin, onlara tövsiyələr edin. Görürsən, tam ürəklə danışır, ürəklə danışmır. Ya mələklə danışırsan, ya şeytanla danışırsan. Yaxşı şey danışırsansa, mələklə danışırsan. Fikrə bir şey gəlir, gedirsən bil, bu iş görməyə. Yaxşı işdirsə, bil ki, sənə mələk tövsiyə elədi onu. Pis işdirsə, orada şeytandır. O da sənin öz əməllərinin nəticəsindədir. Adi sən günorta namazından qabaq, bir günah eləsin, sənin namazına təsir eləyəcək. Namazına təsir eləyəcək. Gecə namazı biri qılırsa, gündüz günah eləsə təsir edəcək. Deyirsin, gecə namazı qılır. Təsiri var günahın insanın. Niyə biz ibadətdən ləzzət aparmırıq bəzən? Çünki bu günahlar bizi xəstələndirir. Günahlar xəstələndirir, biz ibadətlərdən, məscidə gəlməkdən, Quran oxumaqdan ləzzət aparmırıq. Əgər bir insan xəstələnərsə, məsələn, soğuqlayarsa, o yeməkdən ləzzət aparmaz. Xəstə adam məcbur olur yemək yiyir. Xəstələnməmişdən qabaq görürsən, 2 boş qab yemək yiyirdi. İndi sən gəl biraz yiyinə, dili yox, istəmirəm, meylim yoxdur. Biraz yedi acından ölürsən, daha deyirsən, zəifləyirsən, xəstəliyin daha da şiddətlənir. Dili yox, istəmirəm.
Niyə? Niyə ləzzət aparmır yeməkdən? Hətta bəzən görür, yənir. Amma sən bundan ləzzət aparırdın, xəstələnir, soğuyur. Bizim mənəvi ruhumuz da belədir, ruhumuz. Mənəviyyətimiz da belədir. Xəstələnəndə Quranı oxumaqdan ləzzət aparmarıq, Quranın ayəsini dinləməkdən ləzzət aparmarıq, məsələ gəlməkdən ləzzət aparmarıq, Allahın adını eşitməkdən ləzzət aparmarıq. Deyək, Quran deyir, وَاِذَا ذُكِرَ اللّٰهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ. Axirədə inanmayanlar yanında Allahın adını çəkəndə deyir, qəlbləri nifrətlə dolur, acığı gəlir. Ya başqa ayədə deyir ki, əgər səmaya qalxır. Səmaya qalxdıqca oksigen azalır, insan nəfəsi daralır. Deyir, bir səmaya qalxır. Daha bilmir ki, ruhan xəstədir ki, qulubihim maradır. Azadahumullah, qəlbi xəstədir. Necə bu insanın cismi xəstələnib, yemək istəmir, ondan ləzzət istələmir, yesə də ləzzət istələmir, o insan da xəstələnib, Quranın ayəsini eşitməkdən ləzzət aparılır. Mənə xəstədir. Bu xəstəliyi artıran bizim günahlarımızdır. Və xəstəlik də olsa şeytan gələcək ola, o zirzibil üstünə şeytan qonarda. Onu təmizləmək lazımdır. Onun da şəfası Qurandır. O ki, Quran deyir, وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ. Quran möminlər üçün rəhmətdir, şəfadır. Bunun üçündür. Yəni, o günahları oradan təmizləyə yalnız Quran var. Orada təkəbbür günahı var, orada xudbinlik var, orada paxıllıq var, həsəd var, yalan var. Onlar hamısı zirzibildir. Şeytanın işi olur, şeytan ondan ləzzət aparır. Onun qidası odur da, o cür yaranır bu. Sən əgər yaxşı əməllərlə məşğul olsun, qəlbində gül-çiçək, bağ-bostan olsa, orada mələkləri qonar. Ta'attaru bil-istiğfar. Ona görə də Peyğəmbərimiz deyir ki, siz istiğfar etməklə, Allahdan bağışlanmaq tələb etməklə, istəməklə öz qəlblərinizi ətirləyin. Ətirləyin ki, qoy mələklər nazir olsun, mələklər gəlsin. Bir yol da budur. Allah ilham eləyər. İlhamın da mənbəyi, mənşəyi olmalıdır. İnsanda bir şey olmalıdır ki, Allah onu hidayət etməyə istəsin. Əgər insanda bir şey olmasa, Allah onu hidayət etmək istəməz. Buraxar başını. Həkimə gedir bəzən insan. Həkimə gedəndə, həkim baxır, xəstəliyi təyin etmək istəyir. Xəstəliklərdə şərti olaraq qismə vermək olar. Müalicəsi asan olan,